Mənə tez-tez likvidlik xəritəsi ilə bağlı suallar verirlər ki, likvidlik xəritəsi ilə ticarət eləmək olarmı? Yəni mən özüm istifadə eləyirəmmi? Mən ümumiyyətlə nə xəbərlərə, nə likvidlik xəritəsi, nə indikatorların, bunların heç birindən istifadə eləmirəm. Mənə sadəcə olaraq qrafika baxmaq yetərlidir ki, qiymətin nə vaxt təxmini, hansı bölgələrdən, hansı bölgəyə qədər hərəkət edəcəyini təxmin edə bilim. Bu mənə kifayət eləyir. Təsəvvür edin, baxın, yəni məntiqlə düşünək. Likvidlik xəritəsi bütün traderlara, yəni hər kəsə belə deyək, açıqdır, bunu hər kəs istifadə eləyə bilər. Məntiqlə düşünsək görərik ki, yəni əgər hər kəsin istifadəsinə belə bir məlumatı təqdim eləyirlərsə, təbii ki, bu bir manipulativ bir alətdir, instrumentdir. Xəbərlər də ümumiyyətlə bunların hamısı kütləni çaşdırmaq üçün, tələyə salmaq üçün bir alətdir. Bunların heç birindən istifadə etməyə dəyməz. Yenə deyirəm, təsəvvür edin, yuxarılarda və yaxud aşağılarda likvidlik xəritəsində bir həcm görürsünüz. Təbii ki, insanların əksəriyyəti o həcmi gedib oradan götürəcəyini düşünür, amma bir də görürsünüz ki, yəni iri iştirakçı ora bir həcm qoyur, hər kəsə yəni ora qədər gedəcəyimi, oradakı likvidliyi götürəcəyimi deyir, amma başqa bir tərəfdən də özü əks istiqamətdə bir əməliyyat açır. Yəni ona görə insanları tələyə salır, kütləyə, yəni bu istiqaməti göstərir. Təbii ki, əgər yuxarıdadırsa, qiymət də aşağıdadırsa, likvidlik yəni əgər yuxarıda göstərilibsə, likvidlik xəritəsində sarı qalın, qiymət də aşağıdadırsa, çoxları elə bilir ki, yəni burada long olub gedib o likvidliyi götürəcək. Amma bir də görürsünüz, qiymət biraz yuxarı qalxır, insanlar da bunu görüb, long açırlar və qiymət bir müddətdən sonra aşağı hərəkət edib, hər kəsi stop edir. Ümumiyyətlə, texniki analizi öyrənəndən sonra, bazarın mexanikasını biləndən sonra, ələxüsus da kriptovalyuta birjası başdan ayağa manipulyasiyadır. Yəni, onların əlində istədiyiniz qədər imkan var ki, kütləni çaşdırsınlar. Yəni, bu qızıl deyil, neft deyil ki, yəni orada böyük bir manipulyasiya eləyə bilsinlər. Kriptovalyuta bazarında çalışın, belə deyək də, iri iştirakçıların oyununu əvvəlcədən anlamağa bacarasınız. Qiyməti əgər aşağı vururlarsa, yuxarılarda da qrafika görə, texniki analizə görə bir tamamlanmamış bölgələr varsa, bilin ki, geci tezi o bölgəyə qədər gedəcək. Ona görə o aşağı düşüş manipulativ düşüş ola bilər, aldadıcı düşüş ola bilər və yaxud da ki, əksinə. Ona görə texniki analizi bilmək bu yüzdən çox vacibdir. Bazarın mexanikasını da bilmək çox önəmlidir və bunların hamısından da önəmlisi psixologiyanı bilib, yəni nəfsinin idarə olunması və qəzəbin idarə olunmasını da özündə formalaşdırmaq mütləqdir.